Salam aleykum, hər vaxtınız xeyir olsun, necəsiz? İnşallah yaxşısınız, biz də şükürlər olsun, əlhamdülillah yaxşıyıq. Deməli xanımlar, bilirsiniz ki, keçən vlogumda bəhs etmişdim ki, Allahın izni ilə qardaşımın nişanı olacaq və şükürlər olsun ki, bitdi. Bilirəm, bu aralar vloglarımız çox zəifləyib, çox boşluqlar yaranıb vlogların arasında. Amma inşallah bundan sonra daha sıx-sıx vloglar yükləməyə çalışacağım. Allah hər birinizdən razı olsun, şükürlər olsun, nişanımız da oldu, bitdi. Allah mənim qardaşımı da xoşbəxt eləsin, yarayanlardan olsun inşallah. Hamınızın rəylərini də oxudum, təşəkkür edirəm. Allah hər birinizdən razı olsun, üzr istəyirəm ki, sizə dönüb cavab yaza bilmədim. Üzürlü sayın buna görə. Məni bilirsiniz ki, başım çox qarışıq idi. Tək ki, hər birimizin başı xeyir işlərə qarışıq olsun hər zaman. Deməli, belə xanımlar və bütün subaylara hər kəsə nəsib eləsin, Rəbbim xoş günlər inşallah. Deməli, belə, bugün, keçən dəfə də bilirəm ki, çox istəyənlər olmuşdu ki, nişandan da vloglar çəkim, amma bilirsiniz ki, orada başım o qədər qarışıq olmuşdu ki, düzdür, Hüseynlə Əbəlfəzidə hətta aparmamışdım mən nişana, özüm yoldaşımla bərabər getmişdik, yəni uşaqları da aparmamışdım. Düzü çəkiliş də eləyə bilməmişdim orada, sözün üstünə yalan deyim. Amma ki, xonçalar bəzənən vaxtı çəkilişlər olunub. Onu da düzdür, sağ olsunlar, xalam qızları, bacım köməkliyi eləyib, çəkilişlər eləyiblər. Allah onlardan da razı olsun. Onlar da bir qismini düzəldib, indi sizlər üçün bu vloqda göstərəcəm. Və təbii ki, nişanda da bəzi çəkilişlər olunub. Düzdür, mən çəkmədiyim üçün profesional şəkildə olunmuyor, biraz əsmə, biraz kamera misal üçün belə əyri formada tutulmalıdır da bizim çəkilişlərdə, amma düz halda çəkilib. Yəni buna görə biraz ola bilər ki, çəkilişlərdə yəni axsaqlıqlar olsun, buna görə üzr istəyirəm, amma yenə də sizlərlə bölüşmək istədim bu xoş günümüzü bizim. Yəni hər zaman hər bir günümüzü sizlərlə bölüşürük, bilirsiniz ki, bunu da sizlərlə bölüşmək istədim. Ona görə də buyurub, keçib bizim nişanımıza baxa bilərsiniz. Xoş izləmələr, qısa bir şey də olsa sizinlə də paylaşmaq, bölüşmək istədim. Allah hər birinizdən razı olsun. İnşallah gələn vloglarımız da ən qısa zamanda artıq, yəni ki, hamısını regrovka verəcəm, belə deyək də, hamısı vaxtında çəkilib. İnşallah sizlər üçün YouTube'a vurulacaq. Bizi izləməyə davam edin. Kanalımıza da abunə olmağı unutmayın. Like edin inşallah. Bir sonraki vlogumuzda görüşərik. Allah'a əmanət olun.
Beləsin inşallah. Mənim qardaşım da, gözəl gəlinimiz də onların içində inşallah xoşbəxtlərdən olsunlar, yarayanlardan olsunlar. Çox gözəl ailə sahibi olsunlar inşallah. Rəbbim daim ruzi bərəkətlərini bol eləsin, ömürləri gözəl olsun. İnşallah Allah cəmi, yenə deyirəm, cəmi subaylara qismət eləsin, nəsib eləsin inşallah. Xanımlar, videoda mahnılar həddindən artıq çoxdur deyə, həm də ki YouTube'dan qoyduğumuz mahnılar idi deyə öz istədikləri mahnıları qoymuşduq həmən anlarda. Ona görə də həmən bu videoları səsli halda qoya bilmədim. Çünki bilirsiniz ki YouTube telif haqqı verir və telif haqqı da verəndə istər-istəməz kanalda düşmələr baş verir. Yəni çox reklamlar vermir YouTube videolara və ən əsası da hətta biraz daha çox təlif haqqı olsa kanal bağlana da bilər. Yəni ona görə məcburən səsləri qoya bilmirəm. Buna görə üzr sayın, amma videolarda sizinlə bölüşmək istədim. Belə xanımlar, yəni o başlıqda da tamam başqa cür düzü mahnılar qoymaq istirdim, bilirsiniz ki, nişana aid falan. Sadəcə olaraq yəni qeyd etdiyim kimi təlif hüquqları olduğu üçün heç bir halda qoya bilmədim. Yenə də xoşbəxt olsunlar inşallah. Rəbbim gözəl, salih, imanlı ailələrdən eləsin. Onları da, cəmi subayları da inşallah. Sizə də xoş izləmələr xanımlar.